Türkiyədə güclü meşə yanğınları hələ də davam edir. Yanğınlar ilk olaraq iyulun 28-i Antalyada başlasa da, daha sonradan 7 ayrı əyalətə keçib. Türkiyə KİV-ləri xəbər verir ki, yanğınların miqyası onun qəsdən törədilməsi ehtimalını gündən-günə artırır. Belə ki, bu yanğın biri-birindən əlaqəsiz əyalətdə baş verir və yay aylarında isti havanın təsirindən baş verən yanğına bənzəmir. Sosial şəbəkələrin Türkiyə segmentində yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr aparılır. Bu müzakirələrin mərkəzində yanğının PKK terror qruplaşması nümayəndələri tərəfindən törədildiyi yer alır. Keçmişdə özlərini atəş övladları adlandıran terrorçu Qara Dəniz, İç Anadolu və Ağdəniz bölgəsində yanğınlar törətmişdi. İndi də bir-birindən kilometrlərlə uzaqda baş verən yanğınların yenidən bu terrorçular tərəfindən törədilməsi ilə bağlı şübhələr artır. Bütün bu müzakirələr davam edərkən, Oda TV-nin yaydığı məlumata görə PKK terror təşkilatının Atəşin Övladları adlı qruplaşması yanğınla bağlı məsuliyyəti öz üzərinə götürüb. Qeyd etmək lazımdır ki, PKK terrorçuları daha əvvəllər də onlara qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq təxribat və s. bu tipli cinayət əməllərinə əl atıblar. Ölkənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdəmir yanğınlarla bağlı danışarkən bunun təxribat ola biləcəyi ehtimalını da istisna etməyib. Sosial şəbəkələrdə yayılan videolarda isə 2 nəfərin açıq bir məkanda otları od vurub və daha sonra gizlincə ərazidən uzaqlaşdığını görmək mümkündür. Bununla yanaşı Antalyadan 500 kilometr aralıqda olan Ankarada yanğın törətməyə çalışan bir nəfər saxlanılıb. Məlumata əsasən Poladlı adlı qəsəbəsində bir nəfər otları yandırıb qaçmağa çalışarkən sakinlər tərəfindən saxlanılıb və polisə təslim edilib. Yanğın söndürənlər dərhal yanğına müdaxilə edə bilib və yanğın böyümədən söndürülüb.